Meta və Google uşaqlara vurulan ziyana görə 3 milyon dollar ödəməyə məcbur edilib. Belə ki, Instagram və YouTube uşaqlarda asılılıq yaratmaqda günahkar sayılıb. Amerika məhkəmə sistemi üçün əlamətdar hesab olunan proses Los Angeles Ali Məhkəməsində keçirilib. Məhkəmə sosial şəbəkələrin zərərli təsirini tanıyaraq Instagram və YouTube-u təhlükəli asılılıq inkişaf etdirən bir qıza 3 milyon dollar ödəməyə məcbur edib. 20 yaşlı Kylie Jenner'in valideynləri qızlarında yaranmış asılılıq səbəbilə Meta və Google şirkətlərinə qarşı iddia qaldırıblar. 9 gün davam edən müzakirələrdən sonra 12 andlı iclas üzvündən onu belə qənaətə gəlib ki, həm Meta, həm Google istifadəçiləri asılılıq riski və onun mümkün nəticələri barədə xəbərdar etməyib. Bu nəticələrə zərər çəkəndə müşahidə olunan dismorfobiya və kompulsiv davranış da daxildir. Məhkəmədə sübut olunub ki, Instagram və YouTube texnologiyaları Kylie'nin psixi sağlamlığının pisləşməsində mühüm rol oynayıb. Nəticədə məhkəmə şirkətləri ümumilikdə 3 milyon dollar təzminat ödəməyə məcbur edib. Qərara əsasən məbləğin 70%-ni Meta, qalan hissəsini isə Google ödəyəcək. Meta şirkəti nümayəndəsi Francis Brennan bildirib ki, onlar məhkəmə qərarı ilə razı deyirlər və apellyasiya şikayəti verməyə planlaşdırırlar. Onun sözlərinə görə yeniyetmələrin psixi sağlamlığı bir çox amillərdən asılıdır və tək bir tətbiq onun pisləşməsinin səbəbi ola bilməz. Kylie'nin vəkilləri isə bu hökmü tarixi an adlandıraraq vurğulayıblar ki, şirkətlər illər boyu uşaqlara yönəlmiş fəaliyyətlərindən gəlir əldə edib, eyni zamanda isə asılılıq yaradan və təhlükəli dizayn xüsusiyyətlərini gizlədiblər. Bax belə izləyicilər, siz bu barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz. Bu arada maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı da unutmayın. Ən əsası özünüzdən müğayət olun.